Tovuzda fərdi evdə yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Ehtimala görə ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus 2 mərtəbəli evin 1-ci mərtəbəsində naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsinin qarşısını alıblar. Hadisə nəticəsində evin 1-ci mərtəbəsindəki mətbəx və zalın yanar konstruksiyaları, məişət, avadanlıqlar tamamilə yanıb. Alov söndürmək üçün köməyə qonşular da gəlib. Nəticədə 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onlara lazımi tibbi yardımlar göstərilib və ambulator şəraitli müayinə üçün evə buraxılıblar. Hadisənin dəqiq baş vermə səbəbləri Tovuz rayon polis şöbəsində araşdırılır.